Bugün yeni evimin ilk şam ağacını Sədərəkdən seçməyə getdim. Sizin üçün də kiçik bir vlog hazırladım. Sonda hazırladığım şam ağacını mütləq göstərəcəm. Sözün düzü, ağlımda bir şam ağacı var idi. Eyni ilə onu yaratmaq istəyirdim. Burada da şəklini qoyacağım. Şam ağacının böyük çeşidi Sədərəkdə Şirniyyat deyilən hissədə 6-cı, 7-ci sıralardadır. Bir-birindən gözəl, hər büdcəyə uyğun şam ağacları var. Hündürlükləri də təbii ki seçilir. Mən 2 metr 10 santimetrlik olanını seçdim. Keyfiyyəti də satıcıların dediyinə görə ən yaxşısından idi. Ümumiyyətlə Sədərəkdə çox maraqlı mağazalar var. Hardakı bu məhsulların çeşidini heç bir mağazada tapa bilməyəcəksiniz. Mənim fikrimcə ən mülayim, ən səbirli, ən təmkinli satıcılar məhz Sədərəkdədir. Daha sonra şam ağacı üçün buz formasında sallanan oyuncaqlardan aldım. Şam ağacı altlığı, işığı da aldım, alış-verişim bitdi. Hər məhsulu alanda çalışın endirim istəyin, bacardıqlarını edirlər. Videonun sonunda nəyi neçə aldım mütləq qeyd edəcəm. Gətirdim şam ağacını evə və düz 3 saat üstündə əlləşdim. Şam ağacının özünü qurmaq elə də çətin bir şey değildi. Sadəcə olaraq yarpaqları bir-birindən ayırmaq lazım olurdu. Altlığı da keçirtdim. Ən çətin məsələ işığı, 100 metrlik işığı şam ağacına dolamaq oldu. İki pişiyin mənə verdikləri çətinliklərə baxmayaraq buz oyuncaqları da astım və şam ağacım hazırdır. O qədər gözəl alındı ki, həqiqətən də tam ürəyimcə oldu. Bəs sizcə necədir? Bəyəndiniz?